birləşərək, hamımız bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli devlətə çevirəcəyik. Big Ağız. Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı bu halkın her zaferi. Qədemin değen yerde sehralarda gül açır, Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bil harda çekilir adın, dosta fəxarət gəlir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığı inanın xalqa sən bağışladın. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənin bugünün seninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kudretimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sana halaldır halal ülvi mehabbetimiz. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənin bugünüm seninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünüm seninlədir gələcək. Əziz qonaqlarımız, müəllimlərimiz və şagirdlərimiz, bu əlamətli gündə sizi salamlayır və xoş gəlmisiniz deyirlər.
Ölkəmizin hər bir yanında, hər bir güşəsində bu aramada böyük təntənə ilə qeyd edilir. Məqsəd, gənc nəsli ulu ömrlərimizin keçdiyi mənalı, möhtəşəm, mükəmməl, mübarizələrlə dolu həyat yolu ilə daha yaxından tanış etmək və Heydər məktəbli gənclərimizə aşılamaqdır. Çünki Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin bu məqsədlə keçirilən təntənəli toplantısını açıq elan edirəm. Hörmətli toplantı iştirakçıları, hər birinizi bu tədbirdə salamlayıram. Hörmətli valideynlər, hörmətli müəllimlər, hörmətli şahidlər, hörmətli qonaqlar, bugün çox əlamətlər bir tədbirdə toplaşmışıq. Bu tədbiri dünyanın hər yerində qeyd edirlər. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə bizim kollektivdə xüsusilə hazırlaşaraq bu tədbiri bu geniş, möhtəşəm binada keçirmək üçün razılıq almışıq və hər birimiz qürur hissi ilə bu tədbirdə iştirak etməyə toplaşmışıq. Bu tədbirin çox böyük əhəmiyyəti var. Bu əhəmiyyətin ən başlı əhəmiyyətindən biri ondan ibarət ki, gələcək nəsillərə biz ulu öndərimizin bütün fəaliyyəti dövründə iz qoyduğu, üstəlik dövlətimizin yalanması işində çəkdiyi zəhməti, eləcə də bundan sonraki dövrdə görəcəyimiz işləri proqram xarakterli bir material kimi gənc nəslə çatdıra bilək və öz işlərimizi necə ki indi uğurla davam etdiririk, bundan sonra da davam etdirmək üçün işlərimizi lazım səviyyəsində apara bilək. Buna görə də biz bu tədbiri burada keçirərək bizim icra hakimiyyəti aparatının rəhbərlərində burada olması bizim bir daha sevincimizə səbəb olur, onları da salamlayırım. Və bundan sonra da çalışacağıq ki, Heydər Əliyev duhasının bizim qarşımıza qoyduğu bütün tələbləri lazım səviyyədə yerinə yetirməyə çalışacaq. Heydər Əliyevin həyat fəaliyyəti haqqında kifayət edər hər birimiz
güman edilmeye ihtiyacı yoktur. Ama Ulu Önder'in bütün faaliyeti dövründe her birimiz belirlenmişik. Bundan sonra da onun bütün keyfiyetleri bizim için esas cəhətlərdən biri kimi, müəllim kimi hər bir müəllimin də fəaliyyətində şairlərinə çatması məqamlarına ibarətdir. Ona görə də mən hesab edirəm ki, bu möhtəşəm binada iştirak edən yoldaşlar da bu barədə kifayət qədər bilgilərə layiqdirlər və biz də bu bilgiləri bir arada deməklə, danışmaqla gələcək işlərimizdə deməli bunlardan istifadə etməyə çalışacağıq. Tədbirin keçirilməsi məsələsini məktəbdə keçirə bilərdik. Məktəbimizdə lazım olan şəraitlər var. Hər bir məsələlər öz yerindədir və Ulu Önderimizin həyat fəaliyyəti haqqında lazım olan siniflərdə divar qəzetləri baxılmışdır. Məktəbin furesində ona aid olan sinif qurulmuşdur və bu tədbirin keçirilməsi üçün bizim hörmətli Rəcəb müəllimə müraciət etdik. O da çox razılıqla icazə bildirdi və bütün bu işlərə görə də rayon icra hakimiyyəti aparatının başda Rəcəb müəllim olmaqla bütün işlərin təşəkkürümüzü bildiririk. Rəcəb müəllimin hal-hazırda rayonda apardığı işlər bizə əsas verildiyilə biz Heydər Əliyev məktəbinin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin apardığı işlərin yerlərdə yerinə getirən Rəcəb müəllimin işinə dəstək olaraq həmişə onun apardığı işlərin təbliği ilə məşğul olaraq bütün işlərimizdə o tələblərə cavab verməyə çalışaq və bundan sonra da çalışacaq. Heydər Əliyevin həyat fəaliyyətindən nəzər yetirərsən, görmək olur ki, Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri Ulu Önderimizin bütün keyfiyyətlərini layiqincə qiymətləndirmişdir. Və biz müəllimlər də, biz Azərbaycanlılar da onun bütün keyfiyyətlərinə uyğun olaraq çalışmışıq və bundan sonra da çalışmaqda davam edəcəyik. Biz hər halda burada proqramımızda var, kifayət qədər uşaqlarımız da hazırlaşır və bu işlərin davamlı olaraq yerinə yetirilməsində bundan sonra da müəllimlərimizlə birgə söz veririk ki, yenə də bu işləri yerinə yetirəcək. Hər birinizi bir daha xoş gəldin deyirəm və işimizin uğurlu olmasını arzulayıram. Beləliklə proqramımıza uyğun olaraq tədbirimiz davam edir. Çıxış üçün söz verilir məktəbimizin tarix müəlliminin mübarizələrinə. Hörmətli qonaqlar, hörmətli valideynlər, əziz şagirdlər, sözün həqiqi mənasında tarix dualar yetirir. Tarixi yaradan da şəxsiyyətlərdir, tarixi yazan da şəxsiyyətlərdir. Bəli, məhz belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümumi lideri, büyük 94-cü il dönümlandığımız Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanın hakimiyyətdə olduğu bütün dönəmlərdə daim Azərbaycan dövlətini, Azərbaycan xalqını fikirləşən, onun gələcəyini, Azərbaycan xalqının firavan həyat şəraiti haqqında fikirləşən yeganə dövlət başçılarından olmuşdur. Heydər Əliyev həmişə fəxrlə deyirdi, mən Azərbaycanlıyam. Mən əgər həyatımın qalan hissəsində indən belə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə həsr etmiş olaramsa, mən həyatımı dünyanın ən xoşqat insanı kimi başa qoyarım vermişdir. Heydər Əliyev Azərbaycan xalqı üçün olub, olacaq və yenə də onun əməllərini davam etdirən bugünkü prezidentimiz İlham Əliyev cənablarının sözün həqiqi mənasında minnətdarıq. Ona görə ki, o Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı və həmin məktəbin ən layiqli yetirmələrindəndir. Və bugünkü günü Azərbaycan dövlətinin iqtisadi inkişafı, mədəni, hərbi və digər sahələrdə inkişafının məhz İlham Əliyevin adı ilə bağlısı heç də səhv etmiş olmarıq. Bütün bunlarla yanaşı, məhz bu yolda möhtərəm prezidentimiz Cənab İlham Əliyevə dəstək olaq, onun siyasi kursunu dəstəkləyək və bu yolda hər birimizə uğurlar arzu edirəm. Diqqətinizə
gördükləri böyük işləri və əməlləri ilə yaddaşlarda qalmışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümumilli lideri adını qazanmış, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri vardır. Çünki dövlət xadimlərindən ancaq Heydər Əliyev milli lider səviyyəsinə yüksəlmiş və müstəqil Azərbaycan dövlətinin qurucusu adını qazanmışdır. Milli liderlik və siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti etibar etməklə bərabər fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünməz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq mərkəbini qazanan öndər kimi qalmışdır. Azərbaycanın tarixində mənəvi, siyasi və ictimai həyatında dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi tapmaq mümkün deyildir. Bu mənada o xalqımızın milli iftixarı olmaqla ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və dayaq bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal seçilən siyasət adamı idi. O dünya siyasətinə təsir etmək gücündə olan lideridir. Bugün xalqımız bu siyasətin uyğularını gündəlik həyatında hiss edir, onunla yaşayır və ondan faydalanır. Bu siyasətin icraçısı ulu önlərimizin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti bugün də yaşayır və uğurla davam edilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə müstəqillik yolunda uğurla irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsası olmaqla gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu, dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial iqtisadi tərəqqiyyə nail olunması kimi ağır və fəaliyyətli məsələlərdə uğurla sınaqdan çıxmışdır. Respublika Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış. Heydər Əliyev yolunu layiqincə davam etdirildiyinə, onun memarı olduğu müstəqil Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğuna mümkün əməklik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin şahidi olan xalqımız bu siyasəti yüksək dəyərləndirir və möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşdirir. Deyilənləri ələni görmək və dərindən hiss etmək üçün sizi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinə əks edilmiş video çarxa baxmağa dəvət edirəm.
Gözlerinde açılır bu milletin seheri. Senin adınla bağlı bu halkın her zaferi. Qədemin değen yerde sehralarda gül açır. Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bir harda çekilir adın. Dosta fəxarət gelir, gözü kör olur yadın. Azerbaycan deyəndə seni düşünürük biz. Azadlığı inamı xalqa sen bağışladın. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal ülvü mehabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal ülfü mehabbetimiz. Sen ele bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək.
İndi isə məktəbimizin 5-ci sinif şagirdləri ümumi liderimiz Heydər Əliyevə həsr edilmiş şeirləri söyləyəcəklər. Azərbaycan adını, Azərbaycan xalqını dünyaya tanıttıran Heydər atamız oldu. Sinəndə köz də yansa, dilində söz də yansa, qarşında kim dayansa, yaşa ey odlar yurdu. Tanrı sənə yetirib Heydər kimi bir oğlu, keşiyində dayanıb basılmaz igid ordu. Damarında Türk qanı, axan Heydər özüdür. Bütün Türk dünyasında Atatürk'lə özüdür. Bilirəm ki, dünərimiz bugünün keçmişi deyil. Hər dövrdə bir şəxsiyyət tarixin bərdişi deyil. Bir ölkəni xilas etmək bir insanın işi deyil. Allah səni öz nurundan yaratmışdır Heydər baba. Gəlişinlə yoxa çıxdı, mərmi yağış, balta kürək. Gedişinlə ağlayırdı yerdə insan, göydə mələk. Hələ yanan ocaqların istiliyi varsa demək. Allah səni öz nurundan yaratmışdır Heydər baba. Bu torpağı, bu milləti canından da çox sevirdin. Ayağını basan yerdə daş üstə gül bitirdin. Özün getdin öz xalqına, özün kimi oğul verdin. Allah səni öz nurundan yaratmışdır Heydər baba. Xeyir doğan üstümüzdə ruhun sonsuz göylərdədir. Göydən gəldin, göyə döndün, yerin onsuz göylərdədir. Allah səni öz nurundan yaratmışdır Heydər baba. Gəlişinlə qurtulubdur bu vətən. Sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyi yetən. Ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı. Yazdı tarixlərə aksanımızı. Tanıttı dünyada varlığımızı. Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, özündən sonraki abidələri, bizləri tərk etmir xatirələri. Ulu bir sərkərdə, ulu bir öndər. Bayrağına baş eğirik, can vətən, can Azərbaycan. Varlığına sevinirik, can vətən, can Azərbaycan. Ulu yurdum, Oğuz elim, Şirvanım, Muğanım, milim, Aras sürlə daşan selim, can vətən, can Azərbaycan. Türk köksündən məğrur ürək, istiqlalın artıq gerçək. Dilimizdən düşməz dirək, can vətən, can Azərbaycan. Qarabağın Naxçıvanı, Qəbələsi Beyləqanı, Türk elləri safdı qanı, can vətən, can Azərbaycan. Cəndiri Sərk Nizamidən, Şamaxıdan Nəsimidən, danışırıq bizlər qəlbdən, can vətən, can Azərbaycan. Kərkükdən çox uzaqdasan, göyçə tökür gözündən qal. Savaş olsun hər yan düşman, can vətən, can Azərbaycan. Azərbaycan qəlbim mənim, Şehriyardır türklərin, Təbrizdəki ruhun sənin, can vətən, can Azərbaycan. Если бы звезды ступеньками стали, и луна осветила мой взгляд, поднялась я по ним бы на небо и вернула тебя бы назад. Если бы ветер сумел передать, что в душе своей так сильно сжимаю, я бы крикнула на весь мир и услышал бы, как я скучаю. Твой голос в моем сердце звучит мне дороже любого желания. Если бы реки могли подарить о словах твоих воспоминания, если бы тучи могли показать, где найти мне тебя, я не знаю. Твою руку в руках подержать, хоть на миг я так сильно мечтаю. Если бы дождик ответить сумел, почему море слез проливает, и луна рассказала бы мне о покое твоем все, что знает. Доброту твою чувствую я, вдалеке ты меня защищаешь. Если бы горы могли передать, как люблю я тебя, ты же знаешь. Если бы дерево
məktəbimizin 5-ci sinif şagirdi Məmmədzadə Turxana. Bayrakları bayram yapan, üstünde çıkandı. Torpaq, zuhurlarla varsa vətəndir. Bayrak bizim üçün namus deməkdir. Bayrak bizim üçün şərəf deməkdir. Bayrak bizim üçün məmlək deməkdir. Gətirin mənim bayrağımı. Gətirin əcdadımın, şəhidlərimin qanından, canından alan bayrağımı. Gətirin anamın baş örtüyünü. Gətirin mənim bayrağımı. Oxşayayım. Bu sevimli İsmail'in çiçəkli bayrağı. Fələklərin qanadı mı üzərinə kölgə salar? Neymiş bu aman Allah, aman Allah. Ürəyimdə bir dilək var. Ürəyimdə bir dilək var. Anadolu keçilsin. Acın olsun bir köy bayraq. Qarabağ üstü asılsın. Acın olsun bir köy bayraq. Şuşa üstü asılsın. Acın olsun bir köy bayraq. Xandalıda asılsın. Söz verilir Nazan şəhərimizin ən sevimli müğənnilərindən biri Orxan Dənizə. Teşekkür ederim güzel tədbirin yaradıcı olan hər kəsdən. Yəni, bu gözəl tədbir təşkil edirlər bizə çıxış edirik bugünkü gün. Mən şəxsən bir hərbisi olaraq Ulu Öndərimizin müstəqil Azərbaycan yaratdığı bir Azərbaycan keşiyində durmalı. Özümü bir şərəf bilməm. Hərbisi olaraq inşallah bu yeni manqum var səsləndirək. Hissetmelidir. Vefali, ilgi, görmek için her göz tanıdıklardır. Her öz yerini yapmalıdır. Herkes ilgi müsaade
Azerbaycan askeri, Ecel Azerbaycan askeri, sözsüz vətən qazandılar. Zafer Azerbaycan askeri, Zafer Azerbaycan askeri, Zafer Azerbaycan askeri. Teşekkür ediyorum. Sanat yoldaşım Ahmet Azam'ı da burada nişanlamını da tərbiyat ediyor. Gözələ qazanatan 10.80'de. Her taraf her yanı bir sözle validir her bir insanı. Ben terk etmirəm layık bir tərifə, kim görsə tərif eyləyər bulunmanı. Qazanın gözəldir her taraf her yanı bir sözle validir her bir insanı. Ben terk etmirəm layık bir tərifə, kim görsə tərif eyləyər bulunmanı. Bu Kazak torpağı, yiğitler oyladıdır Azerbaycan'ı. Bu Kazak torpağı, sefalı torpağıdır Azerbaycan'ı. Ay senin ağrın alır, ay senin derdin alır. Kazaklıyam, kazaklıyam. Bu Kazak torpağı, yiğitler oyladıdır Azerbaycan'ı. Bu Kazak torpağı, sefalı torpağıdır Azerbaycan'ı. Ay senin ağrın
Kardeşliğin dünyası sen, anamın anası sana Azerbaycan. Ömrümün mənası sen, kardeşliğin dünyası sen, anamın anasısan Azerbaycan. Pahalı yurdum Azerbaycan, şinalı yurdum Azerbaycan. Sen eşkin zaferin, çağlayan Türk təzərin, güneşli al seherin Azerbaycan. Sen eşkin zaferin, çağlayan Türk təzərin, güneşli al seherin Azerbaycan. Sayos Azerbaycan, и во мне поешь Азербайджан, как огни твои светлые, как слова твои теплые, ты звезда моей судьбы, Азербайджан. Моей судьбы Азербайджан. Ey aziz anam, I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I'm El bilir ki sen benimsen, yurdum, yuvam, meskenimsen, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azerbaycan, Azerbaycan. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Akşamüstü qoy uzaqdan, havalansın xanın səsi. Qarabağın şikəstəsi.
и безумцы пророчили горе твое, и надежды смучили сердце твое, но пришла благодарная слава твоя, велики твои дочери сыновья, пусть покойно неведомый гость навестит, миллионами солнц его ночь породит, если северный ветер на вышках гудит, отвлекается эхом песчаный простор, полуночные горы ведут в разговор. Не умрет на земле, не умрет в Сизуле, дорогие поэты старинной земли, как туманные звезды мерцают вдали, но родится здесь много таких, как они, это близкие, это земные огни. Можно песню весь твор волхать, никогда, ты дыхание мое, ценой хлеб и вода. Предо мной распахнулись свои города, весь огонь навсегда, в соловьях тебе дам, Азербайджан, Азербайджан. Aziz konaklar, bugün Ulu Önderimizin xatirəsini yad etdik. Biz Azərbaycan poeziyasının ulduzu, Azərbaycan poeziyasının güneşi, Azərbaycan ədəbiyyatının ağ saçlı qartalı Səməd Vurğunun gözəl Azərbaycan poemasını uşaqların dilindən dinlədik. Azərbaycanı bəlkə bu cür tərənnüm edən ikinci bir şeir ola bilməz. Və uşaqlarımıza bugün çox sağ olun deyirəm uşaqlar. Biz onu 3 dildə ifadə elədik, onların 3 dildə eşitdik. Və bugün bu gözəl toplantıda mən istəyirəm öz Qazağımıza aid bir gözəl bir şeirimiz var. Azərbaycanın ən gözəl bölgəsi olan Qazaq Ağstafa bölgəsinin gözəl bir şairi Hüseyin Arif'in şeiridir. Qazaqda Ceylan çölü koyun kuzu kokulu, fəsillərin nakşı mı Qazaqda? Qara yazı çiçək dolu, gül dolu, yaşıl bahar yağışı mı Qazaqda? Qapısından geliş gəliş kəsilməz, qonaq sözü əvvəlindən müqəddəs, yer əsəndə yarpaqlardan qopan səs, təbiətin alqışı mı Qazaqda? Qızmar yayda buz qalalar sökülür, sellər, sular dərələrə tökülür, bir məcrada Ağstafa, Kram, Kür, dəri kəllər yarışı mı Qazaqda? Sıra sıra tal qayalar şataqlı, daş billəri, daş izli, daş yataqlı, Dədə Ağay, Dədə Qorqud soraqlı, əsirlərin sirdaşı mı Qazaqda? Dayanmışam qarşısında yenə mən, bu axşamda sağı duman, solu çəm, əsirlərə əyilməyən göyədən, bir tayfanın baş daşı mı Qazaqda? Hüseyin Arif, nə qərardır bu qərar? Səni daha kim itirər, kim arar? Bir atanın ürəyi o məzar, bir şairin göz yaşı mı Qazaqda?
icra hakimiyyəti nümayəndələri iştirak edib. Bu günləri Kəmalə müəllimə söz vermək istəyirəm. Belə deyək, cənnət mələklər və əziz tərəfli iştirakçılar, bugünkü gün münasibətilə, bu gözəl günəcə münasibətilə doğrudan da sizin hər birinizi təbrik edirəm. Bu gözəl tədbirdə əziyyəti olan hər bir kəsə, başda məktəbin direktoru olmaqla, bütün müəllimlər başda olmaqla, balaca balalarla, hamınızı barına çox təşəkkür edirəm. Bugün elə bir gün yaşatdınız ki bizə, inanın, demək olar ki, bütün yorğunluğumuz çıxdı. Belə deyək, çünki dünyanı körpələrin gülüşü xilas edir. Dünya körpələrlə gözəldir. Mən elə bilirəm ki, siz də bu günləri çox gözəl, pozitiv enerji aldınız. Ona görə də sizə minnətdaram. Çox sağ olun ki, ulu öndərimizin bu cür dəyərli xatirəsini yad edirsiniz. Sizin hər birinizə təşəkkür edirəm. Və cənnət mələkləri olan bu balalarımızla bir daha təbrik edirəm. Öpürəm onları gözəl gözlərindən və arzu edirəm ki, doğrudan da gələcəyimizin qurucularından olsunlar. Gözəl vətəndaş, gözəl məntiqli, idraklı övlad olsunlar. Bizim qazanım fəxrləri olsun. Çox sağ olun, çox sağ olun, minnətlər. Jasmine,
qeyrətin səhəri sənin adınla bağlı bu xalqın hər zəfəri qədəmin dəyən yerdə səhralarda gül açır Gülüstana çevrilir yurdun kəndi şəhəri Güneş dolur elə bir harda çəkilir adın Dosta fəxarət gəlir gözü kör olur yadın Azərbaycan deyəndə səni düşünürük biz Azadlığı inamı xalqa sən bağışladın Sən elə bir zirvəsən Küləklər neyləyəcək Dünənin bugünümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək çətin zamanda gücümüz, qüvvətimiz Sən bizim bu dünyada ən böyük sərvətimiz Millətin imzası var imzaların içində Sənə halaldır halal ülvü məhəbbətimiz Sən bu çətin zamanda gücümüz, qüvvətimiz Sən bizim bu dünyada ən böyük sərvətimiz Millətin imzası var imzaların içində Sənə halaldır halal ülvü məhəbbətimiz Sən elə bir zirvəsən Küləklər neyləyəcək Dünənin bugünümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək
el bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Biz hamımız birləşərək, hamımız bir döhdəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli devlətə çevirəcəyik.